Kim zamanı təhqir edərsə artıq Allaha əziyyət vermişdir. Səbbun sözü ümumiyyətlə təhqir, söyüş bu mənalarda istifadə olunur. Və alimlər deyir ki, əgər qınaq qəsd eləmirsə zamanı qınayanda, zamanı sanki zamana məsələləri bağlayır və bu xəbər verirkən sadəcə xəbər verməkdirsə, qınamaq deyilsə və bu da yalnız niyyətə qayıdır, insanın niyyətinə, sadəcə xəbər verirsə, yəni bu qadağana, harama girmir. Necə ki, Hud surəsində Allah Teala peyğəmbərlər haqqında deyir ki, Hədə yevmun asib, bu çox çətin bir gündür. Xəbər verir sadəcə. Yəni, insanın xəbər verməsi, necə ki, Lut aleyhissalam deyir ki, bu çox çətin gündür. Xəbər verilməsi haram deyil. İkincisi isə zamanı təhqir edir, sanki zamanla, səbəb zamandır. Filan şeyin baş verməsinə səbəb vaxtdır, zamandır. Yəni, bu zamanı təhqir etməsiyle etiqad edir ki, zaman səbəbdir. Yəni, işi edən Allah Teala'dır, amma zaman, vaxt səbəbdir və bu da alimlər deyir ki, haramdır. Xoşa gəlməz bir şey baş verdisə filan vaxtı, səbəb olaraq filan vaxta bağlayır. Filan gün, filan il, filan ay. Və bu da haramdır. Yəni, şirk dərəcəsinə çatmır, lakin alimlər deyir, bu səfehlikdir və dində insanın zəlalətə düşməsidir. Həqiqətdə deyir, insanın bu cür zamanı təhqir etməsi Allaha yönəldir bu təhqirini, bu qınağını. Çünki zamanı idarə edən Allah Teala'dır. Allah Teala'dır o vaxt, həmən zamanda xeyir və yaxud da şərin olmasını istəyən. Yəni, o zaman özü özlüyündə bir iş görmür. Və üçüncüsü isə etiqad edir ki, bu işi edən zaman, vaxt özüdür. İşləri çevirən, xeyir və yaxud şər edən həmən vaxtdır. Və bu da böyük şirkdir. Çünki bu cür etiqadla insan etiqad edir ki, Allahla yanaşı başqa yaradıcı var. Yəni, bu işi edən filan vaxt, filan zamandır. Hadisələri Allahdan qeyrisinə yönəldir. Allahdan qeyrisinə bağlayır. Və bu da küfürdür, şirkdir, insanı dindən çıxaran əməldir.